Azərbaycanda sirli yer. Bəli, həqiqətən bu ərazidə sirli hadisələr yaşanıb. Dağda səcdə vəziyyətində olan insan görülüb. Rayonlarımıza gəzən bir turistin sözləri. Şirvana çatmamış yüksək dağda səcdə vəziyyətində dayanan bir qoca gördüm. Qocanın səcdədən qalxmadığını müşahidə etdim və türbənin təmizliyinə cavabdeh olan Səlahəddin adlı şəxsdən onun namazını nə zaman başa vuracağını soruşdum. Həmin şəxs də cavabında qocanın bir neçə yüz il əvvəl vəfat etdiyini dedi. Yerin Qulağı YouTube kanalı hələ də sirri açılmayan, hər kəsin marağına səbəb olan Diri Baba türbəsi haqqında məlumatları təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Diri Baba türbəsi Qobustan rayonunda yerləşir. Dağın döşündə tikilmiş 2 mərtəbəli türbədir. Türbənin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində onun tikilmə tarixi haqqında belə bir məlumat əks olunub. Hicri 805-ci ildə, eramızın 1402-ci ilində Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib. Ehtimala görə Diri Baba deyilən bu şəxsin adı Pir Məhəmməd olub. O, namaz qılarkən vəfat edib. Hətta iddia olunur ki, onun bədəni 300 ildən çox bir müddətdə çürüməyib. Məşhur türk səyyahı Övliya Çələbi 1647-ci ildə Azərbaycana səyahəti zamanı bu barədə eşidib və maraqlanıb. Özünün 10 ciddi səyahətnamə əsərində bu barədə qeydlər yazıb. Əsərdə yazır ki, Şirvana çatmamış yüksək dağda səcdə vəziyyətində dayanan bir qoca görüb. Qocanın səcdədən qalxmadığını müşahidə edib və türbənin təmizliyinə cavabdeh olan Səlahəddin adlı şəxsdən onun namazını nə zaman başa vuracağını soruşub. Həmin şəxs də cavabında qocanın bir neçə yüz il əvvəl vəfat etdiyini deyib. Bu türbənin Diri Baba adlanması da məhz o kişinin meyitinin uzun illər çürüməməsi, diri qalması ilə əlaqəlidir. Başqa bir rəvayətə görə, Atam İbn Amir adlı şəxs öz dəstəsi ilə Şirvana gəlib və burada vəfat edib. Hazırda onun qəbri Diri Baba türbəsində yerləşir. Həmin şəxs Məhəmməd Peyğəmbərin davamçısı olub. O, Peyğəmbərin şəcərəsinə mənsub adamların əsasını qoyduğu və geniş yayılan sufiliyin xəlvətiyyə təriqətinin nümayəndələrindən olub. Atam İbn Amir xəlvətiyyə adəti ilə yaşadığı ərazinin yaxınlığındakı mağaraya çəkilirmiş. Növbəti çilə vaxtı vəfat etdiyinə görə oradaca dəfn ediblər. Bundan sonra bura ziyarətgaha çevrilib. Rəvayət edirlər ki, babanın əynində boz əbası olub. Yerli cəmaat onun çürüməmiş meyitinin üzərindən əbanın hissələrini kəsərək özləri ilə götürərdilər. Bu gün orada məzar var, amma içərisində kimin yatdığı bəlli deyil. Həmin Şeyx Məhəmmədin ümumiyyətlə burada dəfn edilib-edilmədiyi də sual altındadır. Burada arxeoloji qazıntılar aparılmayıb. Türbəni ziyarətə dünyanın 70 ölkəsindən turist gəlir. Diri Babanı sufilərin xəlvəti qolu ilə əlaqələndiriblər. Hətta günbəzin 8 güşəli olmasını 8 cənnətin olması ilə əlaqələndirirlər. Deyilənə görə Diri Baba uzun illər boz rəngli ibadət geyimində 40 gün xəlvətə çəkilib və namaz qılıb. Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri Baba bir çox səyyahların diqqətini özünə cəlb edib. 17-ci əsr 30-cu illərində Qoştin səfirliyinin İran şahlığından elçisi Adem Olyari, Holland səyyahı Cornelius Devrin və digər səyyahlar yol qeydlərində həmin abidə haqqında yazmış və hətta türbənin rəsmini də çəkmişdi. Qeyd etmək lazımdır ki, həmin rəsmlərdə türbənin təsviri tam olduğu kimi göstərilib. Lakin zaman keçdikdə abidə öz xarici görkəmini dəyişib. 17-ci əsrdə abidə ilə bağlı bəzi məlumatların yoxlanılması üçün Rusiya imperiyasının xüsusi səlahiyyətli şəxslər gəlmiş, özlərinin maraq dairəsində abidəni tədqiq etmişlər. Qafqazın qədim keçmişinin araşdırmaçılarından olan Bartolomeyin təlimatı əsasında 19-cu əsrdə Rusiyalı akademik Born da abidə ilə maraqlanıb. Vaxtı ilə məşhur alim Məşədi xanım Neymətova bu türbə haqqında tədqiqat işi aparıb. Məşədi xanım Neymətova yazır ki, türbənin daş kitabəsi Petrograd şəhərində Ermitraj adlanan muzeydə saxlanılır. Türbədə dəfn olunan müqəddəs şəxsin kimliyi haqqında isə heç bir məlumat yoxdur. Abidənin adının mənşəyi barədə müxtəlif rəvayətlər mövcuddur. Belə ki, bu türbədə dəfn olmuş şəxsin Sufi Şeyxi Baba olduğu qeyd edilir. Rəvayətlərdən birinə görə, Şeyx ömrünün son günlərini hüzrəyə çəkilərək ibadət etməklə keçirir. Hüzrəsində müqəddəs kitabdan ilahi kəlamları oxuyarkən haqq dünyasına qovuşur. Lakin müridləri onun öldüyündən bir neçə gün sonra xəbər tuturlar. Yəni Şeyx Baba ölsə də bir neçə gün diri qalır. Bu səbəbdən qəbir üzərində türbə tikiləndən sonra buraya Diri Baba türbəsi adı verilir. Qayanın içərisində yonulmuş türbənin birinci mərtəbəsi dəhlizdən və yəqin ki, türbə xidmətçisi üçün ayrılmış otaqdan,
İkinci mərtəbəsi isə salondan ibarətdir. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında səliqə ilə düzəldilmiş daş pilləkən mövcuddur. Qayanın içərisində yonulub tikildiyinə görə binanın ancaq cənub tərəfə doğru bir fasadı var. Həmin fasadın quruluşunda Şirvan abidələrində olan memarlıq əlamətləri ilə yanaşı fərqli detallar da mövcuddur. İkinci mərtəbə geniş mərkəzli günbəzli otaqdan ibarətdir. Bu otaq aşağıdakı kimi otağın sahəsi ölçüsündədir. Otaq xaricdən sferik formalı günbəzlə örtülmüşdür. Günbəzin dayağı olan künc trompları daş üzərində oyma nəbati naxışlarla bəzədilmişdir. Onlar kvadrat ölçüdən günbəzə keçid təşkil edir. Trompların səthləri nəbati ornamentləri örtülmüşdür. Dağılmış bu daş kitabənin içərisindəki yazıdan məlum olur ki, türbə Hicri 805-ci ildə, eramızın 1402-ci ilində Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib. Türbəni günbəz sərdabələr növünə aid etmək olar. Bu qrupa aid tikililərin bir ümumi xüsusiyyəti var ki, bu da günbəz zalın kvadrat şəkilli divarının olmasıdır. Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkrar edilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Yeri gəlmişkən, orada ikən hava çox isti olmasına baxmayaraq müşahidə edilir ki, abidənin içərisində pilləkənlərlə çıxanda hava axını düşmək olur. 1965-ci ildə Misir Ərəb Respublikasının prezidenti Camal Əbdülnasir Azərbaycanda olarkən türbənin bərpası Sovet rəhbərlərindən xahiş etmişdir. Məhz həmin illərdə Diri Baba türbəsi yenidən bərpa edilmişdir. Diri Baba Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur. Diri Baba türbəsindəyik, Qobustan rayonunda. 2 il öncə gəlmişdim. Artıq türbəyə bu qədər məsafədə maşın da girişi qadağan edilib. Bu nəyə görə eləyiblər görəsə, bilənlər yazar. Xəbərdarlıq lövhəsində yazılıb ki, günbəzə çıxış qadağandır. Yəqin hər hansı sürüşmə təhlükəsi ehtimalına qarşı belə addım atıblar. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.